Qırmızı daş, həyatın səssiz dili ucsuz-bucaqsız dağların ətəyində, qədim ənənələrin hələ də ürəklərdə yaşayan Qızılqaya adlanan kiçik bir kənd yerləşirdi. Bu kəndin daş döşəməli dar yolları, əsrlərin sükutunu daşıyan künc köşələri və təbiətin özündə gizlənmiş sirləri, bəzən kədərin, bəzən də ümidin nağılını danışırdı. Hər səhər dağların ətəyindən süzülən günəş şüaları kəndin üzərinə yumşaq işıq saçarkən, həm də keçmişin xatirələrini, gələcəyin sirrini canlandırırdı. Kənd sakinləri üçün həyat həm çətin zəhmət, həm də səmimi sevgi ilə dolu idi. İnsanlar torpağa, ailəyə və qədim adətlərə möhkəm bağlıydılar, hər kəs öz taleyinin bir parçasını bu torpaqda, sanki qırmızı bir daş kimi bənzərsiz və əbədi hiss edirdi. Bu kənddə Məhəmməd adlı gənc bir çoban yaşayırdı. O, gündüzlər qoyun sürüsünü dağ yamaclarında otar, gecələri isə ulduzların altında səmaya baxaraq öz xəyal və düşüncələrinə dalırdı. Məhəmmədin həyatı sadə və təvazökar olsa da, ürəyində böyük arzular və səmimi bir ümid vardı. Bir gün qoyunları otararkən dağın dik yamacında qəribə bir parıltı diqqətini çəkdi. Yaxınlaşdıqca o, torpağın içindən çıxan dərin qırmızı rəngə malik, isti və hamar toxunuşlu bir daş tapdı. O an, sanki təbiətin özündən gələn bir mesaj, həyatın gizli dilindən bir səs kimi Məhəmmədin ruhuna dərin iz buraxdı. Kəndə qayıtdıqda Məhəmməd daşın gözəlliyindən və onun içindəki sirrdən danışdı. Qırmızı daşın heyrətamiz rəngi dağların qırmızı günəş batımını xatırladır. Sanki hər damlası, hər zərrəsi keçmişin və gələcəyin bir simvoluna çevrilirdi. Kəndin yaşlıları daşın tapılmasını qədim əfsanələrlə əlaqələndirdilər. Bəziləri inandılar ki, bu daş taleyin dəyişməsinə, xoşbəxtliyin qapılarının açılmasına səbəb olacaqdı, digərləri isə onun bəlalar gətirəcəyindən qorxurdular. Hər kəs qırmızı daşın mənasını və əhəmiyyətini öz ürəyində fərqli izah edirdi. Kəndin mərkəzində yaşlı ağacların kölgəsində toplanan əziz qonaqlar arasında ağıllı və müdrik Hüseyn var idi. Hüseyn, kəndin ən hörmətli insanlarından biri olaraq həyatı dərindən mənimsəmiş, acı və şirin xatirələrini, hər bir təcrübənin insan ruhuna nə qədər təsir etdiyini bilir və gənclərə öyrədirdi. O, qırmızı daşın sirlərini eşidəndə uzun müddət düşündü və belə dedi: bu daş, kainatın sirlərini, insanın ürəyindəki ən dərin duyğuları əks etdirir. Həyatın həm acı, həm də şirin anları bu qırmızı rəngdə toplanır və bizə həyatın nə qədər möcüzəli olduğunu xatırladır. Bu sözlər kəndin hər küncündə, hər söhbətdə sanki mistik bir nağıl kimi dolaşmağa başladı. İnsanlar qırmızı daşın tapılması ilə əlaqədar öz hekayələrini, xəyallarını və dualarını bir-birinə danışırdılar. O vaxtlar kənddə yaşayan gənc qız Aysel də var idi. Aysel, incə ürəyinə və gözəl xəyallarına sahib olan, həyatın hər anında ümid və sevgi axtaran biri idi. Onun baxışlarında kəndin ən incə çiçəklərinin rəngi və dağların sükutunun dərinliyi əks olunurdu. Aysel, Hüseynin danışdıqlarını dinləyərək, qırmızı daşın onu həyatda itirdiyi bir şeyin, sanki bir sevginin, bir ümidin simvolu olduğunu hiss edirdi. Ayselin ürəyində Hüseynə qarşı dərin bir sevgi vardı, amma bu sevgi sadəcə şəxsi duyğulardan ibarət değildi. O, kəndin və torpağın, bütün həyatın, hər kəsin taleyindəki o incə və bəzən də ağrılı melodiyanı anlamağa çalışırdı. Hüseyn isə həyatın sərt reallıqlarının, mübarizənin və qəm-kədərin dərindən hiss olunan anlarını özündə daşıyan bir ürəyə malik idi. Onlar qırmızı daşın sirrini və həyatın ziddiyyətli duyğularını bölüşərkən, sanki ikisi də kainatın əbədi nağılında itmiş iki yolçu kimi hiss edirdilər. Günlər keçdikcə qırmızı daşın sirri kənddə daha da dərinləşdi. Məhəmməd hər səhər qoyunları ilə dağ yamaclarına çıxarkən daşın xatirəsini ürəyində daşıyır, onun parıltısında həyatın dəyişməz qanunlarını görməyə çalışırdı. Kəndin qoca kişiləri daşın tapılmasını qədim dövrlərin əfsanələri ilə əlaqələndirərək, bəlkə də bu daş hər bir insanın qəlbində olan yanğın, sevgini və hüznü simvolizə edir deyə söyləyirdilər. Hər kəs daşın möcüzəsini və həm də onun gətirə biləcəyi dəyişiklikləri həyatın özünə məxsus tərzdə özünü ifadə etməsi kimi görürdü. Bir gün payızın soyuq səhərlərində kənd meydanında keçirilən adət-ənənəvi görüş zamanı Hüseyn və Aysel bir-birinə daha yaxınlaşdılar. Bayram havası, köhnə xalq mahnıları, rəqslər və səmimi söhbətlər arasında onların gözlərində bir-birinə olan bağlılıq, qırmızı daşın alov kimi yanıb tutuşduğunu hiss edirdilər. O an sanki qırmızı daş da onların aralarında, ürəklərində yaşayan bir simvol kimi parıldayırdı. Hüseyn Ayselə yaxınlaşaraq belə dedi: Aysel, hər birimiz bu torpağın övladlarıyıq. Həyatımız dağların sərt qayalarından, çayların axışından ibarətdir.
Bu qırmızı daş sanki bizə xatırladır ki, sevgi və hüznün hər ikisi də həyatın ayrılmaz bir parçasıdır. Biz hər zaman həm kədəri, həm də sevinci paylaşmaq üçün yaradılmışıq. Aysel, Hüseynin səmimi sözlərində özünü tapdı və ürəyindəki hər duyğunu ona açdı. O, həyatın hər bir anında sevinclə yanaşı, acı və kədəri də qəbul edən, geniş ürəyi olan bir qız idi. Onların söhbəti kəndin hər küncünə yayıldı və insanlar qırmızı daşın sirlərinin onun gətirdiyi həm xoşbəxtlik, həm də kədərin izlərini düşünərək yeni ümidlərlə dolduqlarını hiss etdilər. Lakin həyat heç vaxt sadə və tək müddətli olmayıb. Kəndin yaxınlığında yerləşən geniş düzlükdə qəribə hadisələr baş verməyə başladı. Bir neçə gün əvvəl kəndin digər ucunda yaşayan Tunar adlı bir gənc dağ yamacında itmiş kimi görünən qırmızı daşın təkrarı bir hadisə ilə üzləşdi. Tunar dağların ətəyində otararkən torpağın altından çıxa biləcək digər nadir daşları axtarırdı. Lakin o, qırmızı daşın parıltısını gördükdə onun içində bir şeyin dəyişdiyini hiss etdi. Sanki həmin daş insanın taleyinin, arzularını və qəlbində gizlənən ən dərin hissləri özündə cəmləşdirmişdi. Tunarın həyatında o andan etibarən qırmızı daşın təsiri başlandı. O, bir daha əvvəlki kimi sadə və sakit yaşamır, hər addımında, hər nəfəsində daşın ona bəxş etdiyi məlahətlə dəyişirdi. Kəndin sakinləri bu hadisələri müzakirə edərkən qırmızı daşın həm də pis bir taleyin xəbərçisi ola biləcəyindən qorxmağa başladılar. Kimi deyirdi ki, daşın gətirdiyi dəyişiklik insanın qəlbində qaranlıq və acı bir yanğın yaradır, bəziləri isə onun vasitəsilə insanın həqiqi mənliyini, həyatın əbədi dövranını görürdülər. Hüseyn bütün bu mürəkkəb fikirləri dinləyərkən dərin bir sükut içində düşündü. Həyat həm sevinc, həm də kədərdən ibarətdir. Biz bu qırmızı daşın bizə göstərdiyi kimi hər iki duyğunu da qucaqlamalıyıq. Sevgi və hüznün ortaq nöqtəsindən insan öz əsl gücünü tapır. Bu sözlər kəndin hər bir küncündə, hər danışıqda sanki müqəddəs bir dərs kimi qəbul edildi. Məhəmməd, Tunar, Hüseyn və Aysel hər biri öz həyatında qırmızı daşın sirlərindən bir parça götürərək gələcəyin ümidini və keçmişin dərslərini ürəklərinə yazırdılar. Kəndin yaşlıları daşın gətirdiyi hadisələr üzərində düşünərək gənclərə həyatın hər anında sevinci və kədəri bir arada yaşamağı, hər çətinlikdən dərs çıxarıb gələcəyə inamla baxmağı öyrətməyə çalışırdılar. Günlər, aylar və illər keçdikcə Qızılqaya kəndində qırmızı daş həm bir sir, həm də bir simvol kimi yaşayırdı. Hər dəfə dağların zirvələrindən endikcə torpağın incə qoxusunu hiss edən, axan çayın nəğməsində həyatın dərinliyini dərk edən insanlar daşın onlara bəxş etdiyi mənəvi dərsləri yad edirdilər. Hüseyn və Ayselin sevgisi qırmızı daşın parıltısı altında möhkəmləndi, onların münasibəti həyatın həm acı, həm də şirin tərəflərini bir araya gətirərək kəndin ürəyində əbədi bir nağıl kimi qaldı. Bir gün qışın soyuq səhərlərində Məhəmməd dağ yamacında qoyunları otararkən qəfildən uzaqdan gələn qəribə bir səs eşitdi. O, yavaş-yavaş səsin gəldiyi yerə yaxınlaşdı və o yerdə yüngül qar örtüsünün altında o tanış qırmızı daşın parıltısını gördü. Ancaq bu dəfə daşın üzərində incə, adətə yaralı izlər vardı. Sanki daş özündə keçmişin böyük kədərinin, acı itkilərin izini daşıyırdı. Məhəmməd ürəyində dərin bir hüzün və eyni zamanda təsəllinin səmimi işığını hiss edərək daşı əlinə aldı. O, bilirdi ki, bu daş yalnız gözəlliyi və ümidin simvolu deyil, həm də həyatın keçici və bəzən acı gerçəkliklərini xatırladır. Kəndə qayıtdıqda Məhəmməd daşın hekayəsinin, o gün dağlarda eşitdiyi səsi və gördüyü izləri danışdı. Hüseyn, Aysel və digər sakinlər dağın, çayın və torpağın dilindən eşitdikləri bu nağılın sirlərini düşündülər. Onlar qırmızı daşın insan qəlbində yatan həm sevginin, həm də kədərin sadiq şahidi olduğunu anladılar. Hər kəs daşın incə yaralarının altından öz həyatında yaşadığı böyük itkiləri, acıları və gözəl anları xatırladı. Beləcə Qızılqaya kəndi qırmızı daşın hekayəsi ilə hər nəsildə öyrədilən dərin bir dərsi, həyatın həm ağrı, həm də sevinc dolu melodiyasının insanın özünü tapması və yenidən doğulması nağılını ürəklərdə yaşatmağa davam etdi. Nəhayət, illərin axını ilə kəndin hər küncündə, hər daşda, hər ağacda qırmızı daşın parıltısı bir simvola çevrildi. O, sevgi ilə qovuşan insan qəlblərinin, həm də keçmişin kədər dolu izlərinin əbədiliyini göstərirdi. Hüseyn, Aysel, Məhəmməd və Tunar, hər biri qırmızı daşın gətirdiyi dərsləri həyatın sərt reallıqları ilə bir araya gətirərək gələcəyin ümidinə, sevginin və inamın əbədi gücünə inandılar.
Onların hekayələri dağların sükutunda, çayların nəğməsində və qəlblərdə yaşadığı sanki qırmızı daş, həyatın ən dərin sirlərini, insanın öz varlığında daşıdığı möcüzəni və əbədi taleyini söyləyirdi. Beləliklə, Qızılqaya kəndi, əsrlərin izlərini, sevgi və kədərin incə toxunuşunu, hər anın gözəlliyini və acısını bir araya gətirərək, qırmızı daşın əbədi simvolu altında yeni nağıllar yazdı. Həyatın hər bir anı, sevgi və hüznün ahəngində, səmimi və kədərli, eyni zamanda ümid dolu idi. Qırmızı daş isə insan ruhunun ən dərin qatlarında, sanki varlığın özü kimi, hər zaman, hər dövrdə sevgi və acının, həyatın ziddiyyətli duyğularının sadiq şahidi olaraq qaldı. Hər kəs daşın parıltısından öz taleyindəki dərin sirləri, itkilərin və yenidən doğuşun simvolunu tapdı. Beləliklə, Qızılqaya kəndi və onun sakinləri qırmızı daşın həyatın səsiz dilində danışdığı əbədi nağılı, sevgi, ümid və kədərin bir-birinə qarışdığı, zamanın ömrünü özündə daşıyan bir dastanı ürəklərində yaşatmağa davam etdilər.